Salam, bugün sizinlə birlikdə söz birləşmələri qaydasını keçirik. Yazaq söz birləşmələri. İndi ümumiyyətlə söz birləşmələri haqqında sizə ümumi bir məlumat verim. Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir. İndi biraz yavaşlayaq. Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi ilə əmələ gəlir. Birləşməsindən əmələ gəlir. Söz birləşməsinə bir dənə nümunə yazdım. Qədim şəhər. Gördüyünüz kimi iki müstəqil sözün, yəni ayrılıqda işlənə bilən sözün, ümumiyyətlə müstəqil nə deməkdir? Ayrılıqda işlənə bilən, ayrılıqda suala cavab verən, ayrılıqda ayrı bir nitq hissəsi olan deməkdir. Qədim şəhər. İki dənə müstəqil sözün birləşməsindən yaranıb. Necə birləşməsindən? Məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlib. Qədim şəhər, düzdür? Necə şəhər? Qədim şəhər. İki sözün məna və qrammatik cəhətdən birləşməsi ilə əmələ gəlib. Qədim şəhər olubdur söz birləşməsi. İndi başqa bir nümunə yazdım. Dərs oxumaq, dərsi oxumaq. Bu da hər iki müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlib. Dərs oxumaq, dərsi oxumaq. Belə. Qeyri-müəyyən yiyəlik halda. İndi sizə söz birləşmələrinin quruluşu növlərindən danışım. Söz birləşmələri quruluşu iki cür olur. Sadə və mürəkkəb söz birləşmələri. Sadə və mürəkkəb. Sadə və mürəkkəb. İndi söz birləşməsi nədir? Mürəkkəb söz birləşməsi nədir? Bunu izah edim. Sadə söz birləşmələri iki müstəqil sözün birləşməsindən yaranır. Məsələn, kitab oxuyan. Bir saniyə, biraz yaxın yazdım. Kitab oxuyan. Gördüyünüz kimi iki dənə müstəqil sözün birləşməsindən əmələ gəlir. Amma mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil sözün birləşməsindən yaranır. Məsələn, Bakı Dövlət Universiteti. Bakı Dövlət Universiteti. Bakı Dövlət Universiteti. Bayaq tam yaza bilmədim, ona görə yazdım. Deməli, bu da Bakı Dövlət Universiteti nədir? Mürəkkəb söz birləşməsidir. Dedik ki, mürəkkəb söz birləşmələri nədir? Üç və daha artıq müstəqil sözün birləşməsidir. Üç sözün birləşməsindən yaranır. İndi gəlin başqa bir mövzuya keçək. Mürəkkəb adlar. Bir saniyə. Mürəkkəb adlar. İndi nədir mürəkkəb adlar? Mürəkkəb adlar söz birləşməsi şəklində olur və həmişə ayrı yazılır. Mürəkkəb adlar xüsusilik də daşıya bilir. Bunlar isim yox, söz birləşmələridir. İndi mürəkkəb adlar ad bildirmə baxımından xüsusi isimlərə bənzəyir. Çünki xüsusi isimlər kimi mürəkkəb adlarda varlığı tək olan əşyaların adını bildirir. Məsələn, Azərbaycan sözü tək olan varlığın adını bildirdiyi kimi Bakı Dövlət Universiteti də eyni vəzifəni yerinə yetirir. İnsanların ad və soyadları, ad və ata adları, ad və təxəllüsləri, yüksək dövlət vəzifələri, fəxri adlar, ölkə adları, idarə və təşkilat adları, bayram adları, xüsusi mükafat adları, komitə, siyasi partiya, birlik, cəmiyyət adları, coğrafi adlar və s. bunlar mürəkkəb adlardır. İndi sizə mürəkkəb adların düzgün yazılış qaydalarını izah edim. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin bəy, oğlu və qızı sözlərindən başqa birinci hərfi böyük yazılır. Yəni, məsələn, İmadəddin Nəsimi. İmadəddin Nəsimi. Deməli, burada birinci hərflər böyük yazılır. Ad və soyadı, yəni hər iki sözdə də birinci hərflər böyük yazılır. Çünki bu ad və soyadı bildirdi. İndi, tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s. adlarının da birinci sözün ilk hərfi böyük yazılır. Azadlıq meydanı məsələn. Azadlıq meydanı.
meydana. Aha. Burada birinci sözün ilk hərfi böyük yazıldı, amma digər sözümüz balaca yazıldı. Şimdi, ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır. Yəni, məsələn, Azərbaycan Respublikası. Azərbaycan Respublikası. Aha. Burada da sözlərin tərkibindəki bütün sözlərin ilk hərfi böyük hərflə yazılır. İndi qaldı ali dövlət vəzifələri. Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti. Bunlar necə yazılır? Aha. Bu da yazılış qaydaları. İndi növbəti qaydamıza keçək. Yəni bu qaydanın növbəti deməli əsas mövzusuna keçək. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır. Yəni, məsələn, 20 yanvar. 20 yanvar. Yalnız birinci sözün ilk hərfi böyük yazılır. Belə. Bir dənə də misal gətirə bilərik. Məsələn, Qurban Bayramı. Qurban Bayramı. Birinci sözün ilk hərfi böyük yazılır yalnız. Belə. İndi, tərkibində lisey, gimnaziya və məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonraki sözlər isə kiçik hərflə yazılır. Məsələn, Avropa liseyi. Aha. Deməli, ilk söz böyük, sonraki sözlər kiçik hərflə yazılır. Sonra tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, küçə, meydan, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılır. Sakit okean məsələn, sakit okean. İlk söz böyük hərflə yazılır. Aha. İndi mən sizə mürəkkəb adların düzgün yazılış qaydalarını öyrətdim. Sadəcə 6 qayda öyrətdim bununla bağlı və söz birləşmələrini başa saldım bu video dərsdə. Sağ olun, digər video dərslərimizdə görüşərik.